Qızların təhsilə çıxışının dəstəklənməsi ilə bağlı mühüm addımlar atılır. Təhsil Tələbə Kredit Fondunun rəsmiləşdirilmiş kreditlərinin 64%-nin qız tələbələrinin payına düşməsi, təhsildə bərabər imkanların yaradılması istiqamətində dövlət siyasətinin uğurlu nəticəsidir. Bugün fonda edilən müraciətlərdə rəsmiləşmələrin ümumi faiz nisbətində baxsaq, 63% xanımların payına düşür. Ölkəmizdə həm də xanımların təhsilə çıxışı ilə bağlı xüsusi imkanlar yaradılır, layihələr həyata keçirilir. Çünki bu çox önəmlidir. Elm, texnologiya, mühəndislik və riyaziyyat sahələri üzrə son zamanlarda xanımların ümumiyyətlə həm ixtisas seçimində, həm əmək bazarında bu istiqamətdə, bu sahələrdə fəaliyyəti artmaqdadır. Bu auditoriyada oturan hər bir tələbənin hekayəsi fərqlidir. Amma ortaq məqam odur ki, bəzən bir maliyyə dəstəyi təhsildən imtina ilə diplom arasında fərq yarada bilir. Kredit sisteminin də əsas məqsədi məhz bu seçimi daha əlçatan etməsidir. Bugün artıq minlərlə tələbə təhsil haqqını ödəmək üçün bu dəstəkdən istifadə edir. Təqaüd kreditindən 2220 tələbə yararlanmışdı ki, onların da təxminən 50% qızlardan ibarətdir. Universitetimizdə 24 tələbə təşkilatı var. Onlardan 10-unun sədri qızlardır. Tələbələrimiz tək universitet çərçivəsində deyil, həm də beynəlxalq müstəvidə də özünü göstərir. Bir cəmiyyət haqqında bilmək istəyirsənsə, o ölkənin qadınları haqqında öyrən. Ekspertlər hesab edir ki, təhsilə çıxış imkanlarının genişlənməsi yalnız fərdi inkişaf deyil, uzun müddətli sosial dəyişikliklər də yaradır. Xüsusilə ali təhsil alan qadınların əmək bazarında iştirakı və iqtisadi müstəqilliyi ilə bu proseslə birbaşa əlaqələndirilir. Əvvəllər bu kolleclər üçün tətbiq olunmurdu. Biz bilirik ki, kolleclərdə, xüsusən də tibb kolleclərində təhsil alanların 90%-i xanımlardır. Valideynlər ödənişə görə övladlarını kollecə buraxmırdılar. Bu acınacaqlı haldır. Deyirdilər ki, onsuz da universitetə daxil ola bilməmisən, kollec imkanından da məhrum olunmalısan. Ona pul ödəmək üçün deyirdilər. Və nə yaxşı ki, Təhsil Tələbə Kredit Fondu universitetlərlə yanaşı kollecləri, hətta artıq 2-ci ildir ki, peşə təhsil müəssisələrini unutmur. Xüsusilə tələbə qızlar üçün yaradılan bu fürsət onların həm də gələcək taleyini həll edir. Ələxüsus da bölgələrdə ali təhsil almaq üçün paytaxtda üst tutan qızlarımız ailələrin təzyiqi altında erkən evliliyə sövq edilməkdən yaxa qurtarırlar. Onlar təhsil alaraq karyera qurmaq arzularını reallaşdırırlar. Ali Məcəlləsində edilən dəyişikliyə əsasən nikah yaşı artıq 18 yaşlı və heç bir hal bu yaşın azaldılmasına imkan vermir. Amma bununla birgə bəzən xüsusilə də regionlarda erkən evliliyə məruz qalan qızlarımız olur. Biz müxtəlif formada bu məsələlərlə bağlı bir Dövlət Komitəsinə müraciətlər daxil olur. Təbii ki, burada ailə səfərinin həyata keçirilməsi, mövcud faktın qarşısının alınması məsələləri ən mühüm məsələlərdən biridir. Qızların təhsilə cəlb olunması əslində keçmişdən bizə gələn bir ənənədir. Bu ənənənin təmsilini isə Hacı Zeynalabdin Tağıyev Şərqdə ilk dünyəvi qız məktəbini açmaqla qoyub. O deyirdi, bir qız oxuyarsa bütöv bir ailə savadlanar. Savadlı ailə isə sağlam cəmiyyətin təkcə bünövrəsi yox, həm də sütunudur. Əzizə Mahmudzadə, Zaur Haşimov, Telesəhər.